Hörmətli xanım sədr, hörmətli həmkarlar, hörmətli media nümayəndələri. Azərbaycan Respublikasının çox vektorlu və balanslı xarici siyasət kursunda Afrika qitəsi ölkələri ilə münasibətlər xüsusi çəkiyə malikdir. Xüsusilə də Azərbaycanın 4 il ərzində qoşulmama hərəkatına sədrlik etdiyi müddətdə üzv dövlətlərlə və bu kontekstdə Angola Respublikası ilə münasibətlər də sürətlə inkişaf edib və 1994-cü ilin dekabr ayının 1-də qurulmuş diplomatik münasibətlərimiz indi yüksək inkişaf tempinə malikdir. Və məhz elə bu əlaqələrin yüksək səviyyəsinin məntiqi nəticəsi olaraq 2025-ci ilin sentyabr ayının 25-də New York şəhərində Azərbaycan Respublikası hökuməti ilə Angola Respublikası hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan azad olması ilə bağlı saziş imzalanıb və bu sazişin nəticəsində 180 gün ərzində 90 gün müddətində hər iki tərəf vizasız səfərlər edə bilər və eyni zamanda bu sənəddə o maddə də öz əksini tapıb ki, xüsusi hallarda, yəni milli təhlükəsizlik, ictimai asayiş və ictimai sağlamlıqla bağlı məsələlər yaranacağı təqdirdə bu halda müvəqqəti olaraq tam və ya qismən bu sənədin fəaliyyəti dayandırıla bilər. Və bir daha etmək istəyirəm ki, bu sənədin imzalanması nəticə itibarilə Azərbaycan və Angola Respublikası arasında diplomatik və xidməti pasport sahiblərinin gediş-gəlişinin rahat olması, asan olması mənafeyinə xidmət göstərir və hər birinizi bu sənədin lehinə səs verməyə dəvət edirəm. Təşəkkür edirəm.